Hiss çoxdan da efirlərdə yoxdur. Bir Bəli. aylardır efirlərdə yoxsan sən. Səbəbi var idi mi bunun? Əslində səbəbi var. Bir-iki dəfə belə efirə çıxdım, sonra başladım özümü xəbər saytlarında gördüm. Görmək istəmədiyim bir vəziyyətdə gördüm. Aha. Dedim ki, qoy çıxma Röya, sən ancaq o platformalarda, YouTube-da, TikTok, Instagram, qoy insanlar səni. Çıxdığın efirlərdə səni nəsə narahat elədimi, yoxsa özündə mi kənardan? Xəbər kimi də, yəni nə bilim, hiss atasını gördü, hiss nə bilim, neynədi, nə lazımdır. Yes, ona görə deyirəm ki, çıxma Röya, çıxma, hiss çıxma. Belə özümə arada qadaqa, mənə kim qadaqa eləyə bilər? Olsun, özümə qadaqa eləyə bilərəm, arkadaşlar. 2025 hissin həyatında nələrlə yadda qaldı? Əslində heç nə. Belə də, yəni, belə maraqlı bir şey olmadı. Uğurlu il deyil sənin üçün. Yəni ki, uğuru biz yüklüyürük də, mənanı biz yüklüyürük, amma 25-ə məna yükləmədim. Daha olğunlaşdım, dolğunlaşdım məncə. Böyüdün? Böyüdüm, bəli. Daha çox, məsəl üçün, mən 2024-də daha dağınıq idim, məsəl üçün, necə bir sound, okey də, yəni, trap elədin, rap eləyirsən, başqa özünü nədə sınaya bilərsən. 2024-də belə idim, dağınıq idim, deyirdim, aha, 25-də mən biraz özümü tapdım əslində, nə mənə yaraşar, nəyə eləyə bilərsən, sənin potensialın hara qədərdir. Nəsə, bunları yavaş-yavaş eləməyə başladım, yəqin 26-da bunun artıq qığılcımlarını görəcəksiniz. Yaxşı, 26-dan nə gözləyir, nə istəyir? Qlobal. Hər zaman əl çəkirək bu qlobaldan. Qlobal. Başqa heç nə, yəni mən istədiyim ancaq qlobalda mahnı partlatmaq, yəni tutuzdurmaq, oradan çox yaxşı pullar əldə eləmək, çünki həqiqətən də qlobalda çox yaxşı pullar gəzir. Yəni mən evdə oturub heç nə eləmədən ayağımın üstünə qoyum, kofemi içim, məsəl üçün. Pul gəlsin. Yes, mən milyonlarla eyni vaxtda insan mənə stream qazandıracaq. Və mənə heç nə eləmirəm. Evdə oturmuşam, kinoya baxıram və mən oradan pul qazanıram. Bunu eləmək Qlobala istəyirəm. düşəndə bəs səni dəvət eləyəcəklər konsertlərə, nə bilim, bir dəqiqədə vaxtın olmayacaq. Çox istəyirəm. Yox, 100%. Amma ki, yəni platformalardan da həqiqətən də çox yaxşı qazanc var. Bu mahnılardan bizim platformalardan. Yox, bizdə olur, təbii ki, yəni olur. Amma o ki, deyil. Belə bir şey deyil də, mən istəyirəm ki, ayda 100.000 manat mənə sadəcə platforma, Spotify-dan məsəl üçün mənə pul gəlsin. Yoxsa oturum, hazırlaşım, axşam toyum var. Gedim bəzənim, milləti yığım yanıma, məsəl üçün də. Bunu istəmirəm əslində, çox. Yəni ki, çıxım toy səhnələrinə. Belə deyirsən, çağırmaq istəyənlər də çağırmaq. Olsa çağırırlar. Olsa çağırırlar, belə deyirəm, amma olsa çağırırlar. Amma ki, belə biraz bunu istəyirəm, yəni. Yaxşı, 2025-də həyatından gedənlər çox oldu, gələnlər çox oldu. Yox, heç gələn də olmadı, gedən də olmadı. Olmadı? Hər şey olduğu kimidir? Hər şey belə stabil, standart, həmişə ki. Mən nəyi müşahidə eləmişəm sosial şəbəkələrdə, hissin ətrafında, iş barəsində, dost barəsində daha çox oğlanlar. Qızlarla yola gedə bilmirsən? Yox, qızlarla yola gedirəm məncə. Qızlar sənə yola gedir? Bax, aranjmançı qız yoxdur axı, məsəl üçün. İstədiyimi ala biləcəyim qız yoxdur. Məsəl üçün, aranjmançı deyirəm. Məsəl üçün, videoqraf, rejissor. Qız yoxdur. Yoxsa ki, problem məsəl üçün, hə də yəni yoxdur da, neyim? Mən də işdəki, yəni ətrafımdakı dostlarım hamısı mənim işimlə bilavasitə əlaqədar olan insanlardır, rejissorlar, İşdən kənar bu sahəyə aidiyyəti olmayan dostum yox. Mən ümumiyyətlə heç vaxt dostum demək olar olmayıb da. Yəni bir yerdə böyüdüyüm uşaqlar olub, dostluq elədiyim, yaxınlıq elədiyim, amma sırf mən o adamı tapım, necəsə biz qarşılaşaq və onunla çox gözəl bir münasibətimiz olsun, illərlə bizim belə davamlı münasibətimiz olmayıb. Yəni uşaqlıqdan məcbur olaraq, yəni bir yerdə böyüdüyümüz uşaqlarla təbii ki, biz onlarla dost idik də. Yəqin axtarmamışam məncə dost. Yəqin o da ola bilər. Ya da olanlar sənə bəs eləyib. Bəs eləyib, qəşəng, yes. Vaxtında, zamanında hissə çox sözlər deyildi, heç birinə cavab vermədi, verdiyinə nəsə keçdi. İndi vəziyyət necədir? Hiss haqqında həmkarlar tərəfindən çox şeylər gəlib çatır sənə, danışan dayan olur? Yoxsa səngiyib, dayanıb? Yəni, mən gəlib çatmır. Mən hansı çatır, məsələn, storydə kimsə məni paylaşır, nəsə mənim haqqımda bir məlumat paylaşır, indi
Bakı balacadır, Sfera lap balacadır da. Yəni dost tanış var. Kimsə atırsan. Göndərirlər mənə. Yes. Məsələn, kimsə hardasa nəsə danışıbsa, o da mənə çatmır. Amma məsələn, kimsə öz sosial şəbəkəsində sırf mənə adımı yazaraq nəsə paylaşırsa, təbii ki, o mənə gəlib çatır. Amma belə hələ ki heç kim mənə storydə paylaşmır. Bayaqları qlobal dedin ha. Məsəl üçün bizim müğənnilərdən bu yaxınlarda konserti olacaq. Çünki mahnısı orada trendə düşmüşdü, Əminə Şirinin. Mən bu dünyada ədalət görmədim. Roza Zərgərli haqqında ümumiyyətlə danışmıram. O artıq oradadır. Ora aid olub, ora gedib. Sən o qlobaldan danışırsan, yoxsa bu bir... Mən Hollywooddan danışıram, Avropadan danışıram. Niyə? SNG ölkələrindən danışıram. Okey, SNG də olsun, lap yaxşı. Yəni o da kütlədir, o da daha çox insandır, lap yaxşı. Amma danışdığım qlobal əslində Avropadır. Oradakı sistem var da. Yəni orada məsəl üçün bu show biznes məsəl üçün biz deyirik də. Orada show biznesin başında məsələn 2-3 nəfəri var. Onlar məni tanısın. Bizindəki belə bir artist. Sən ora addım-addım gedirdin Türkiyə vasitəsilə. Sonra nəsə tak dayandı. Orada Azərbaycanca mahnılar oxuyurdum axı. İndi məsələn ingiliscə albom eləyirəm artıq. 6 mahnı hazırdır. Oturub günü yazıram. 1 ildir artıq. 1 ilə 6 mahnı eləmişəm hələ ki. O da yəqin 2026-da. Amma ki, yəni mən məsəl üçün əvvəl deyirdim ki, mən qlobala çıxacağam, mən... Emmy, Grammy. İşin içinə girəndə görsən ki, yox. O Grammy başqa söhbətdir. O Grammy-ni almaq üçün sənin çox bomba vibe-ın, çox bomba istedadın, çox qəşəng mahnının olmalı lazım deyil. Sənin çox yaxşı əlaqələrin olmaq lazımdır. Necə də bizdə elədir. Sən bütün dünyada elə. Bəli, bütün dünyada elə. Əlaqələr çox şey həll edir. Onu deyəndə deyirdim ki, mən mahnım partlayacaq, mən əsə alacağam, amma sonra baxıram ki, yox, mahnısı partlayanlar var da, yəni elə olmur, yox. Çox yaxşı. O kanala girməlisən də elə bir, belə. Hə. O da bəxt məsələləri də çox önəmlidir. Çox şans. Önəmlidir, əlbəttə önəmlidir. Şans. Önəmlidir. Sən də şanslı adamsan əslində. Şanslıyam. Şanslı adamsan. Çox şanslıyam.